Bugün Azərbaycanda Asan Xidmət Mərkəzinin yaradılmasının 13 ili tamam olur. Dövlət idarəçiliyinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində həyata keçirilən islahatların tərkib hissəsi olaraq yaradılan mərkəzin sayı hazırda 28-dir. Mərkəzin fəaliyyətinə nəzər salmazdan əvvəl onu qeyd edək ki, Asan konsepsiyası 4 ciddi istiqaməti əhatə edir. Korrupsiyaya qarşı Prezident İlham Əliyevin institusional islahatı, vətəndaş hüquqlarının realizə edilmə konsepsiyası, BMT-nin dayanıqlı inkişaf məqsədlərinə cavab verən beynəlxalq səviyyədə tanınan platforma, rəqəmsal transformasiyanın əsas komponenti. Asan xidmət mərkəzlərinin ən vacib amillərindən biri də innovasiyalar, intellektual məhsul, müasir təlim prosesi və gənclərin bu işlərə cəlb edilməsi. Təbii ki, ilk növbədə Asan xidmət konsepsiyasını biz işləyəndə mənim əsas məqsədim o idi ki, İctimai xidmətlər sahəsində korrupsiyanı, rüşvətxorluğu, bürokratiyanı biz aradan qaldıraq. Bəli, məhz bu xidmət məmur-vətəndaş münasibətlərində yeni yanaşmanı və şəffaflığı ortaya qoydu. Xidmətlərin vahid pəncərədən və əlaqələndirilmiş şəkildə həyata keçirilməsinə başlanıldı. Operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq. Bütün bu keyfiyyətlər bir məkanda cəmlənib Asan xidmət mərkəzlərində. Məqsəd isə birdir. Əhalinin əlavə xərclərinin və vaxt itkisinin qarşısını almaq, eləcə də dövlət strukturlarına etimadın gücləndirilməsi fonunda vətəndaşların işini asanlaşdırmaqdır. Həqiqətən işlərimizi asanlaşdırır. Mütəmadi istifadə edilir bütün sənədləşmə işlərindən. Misal üçün, mən bu yaxınlarda soyadımın kökünü dəyişmək istəyirdim. Digər qurumlara tək-tək gedəcəksən, elə burada həll elədim işimi. Biz Asan xidmətin xidmətlərindən çox razıyıq. Dəfələrlə olub ki, təcili bizə şəxsiyyət vəsiqəsini dəyişmək lazım olub. Sağ olsunlar, vaxtında bizə kömək göstərdilər. Çox gözəl xidmət edirlər. Deməli, biz bu yönünü bağlatmağa gəlmişik. Biznesi 5 dəqiqəyə bağladılar, yola saldılar bizi. Sağ olsunlar, təşəkkür edirik. Təsadüfü deyil ki, hazırda ölkəmizdə 28 Asan xidmət mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 400-ə yaxın xidmət göstərilir. Asan kommunal mərkəzlərində isə 55 növ xidmət mövcuddur. Bugünədək Asan xidmət mərkəzlərinə 9 milyon 140 mindən çox vətəndaşın 93 milyondan çox müraciəti daxil olub. Rəy sorğularına əsasən vətəndaş məmnunluğunun əmsalı 99,9% təşkil edir. Milli brendimizə çevrilən Asan intellektual məhsul kimi artıq həm də ixrac olunur. Dövlət Agentliyi indiyədək 30-dan çox ölkə və beynəlxalq təşkilatla müqavilə imzalayıb. Asan xidmət təcrübəsi Avropa, Asiya, Afrika və Amerika qitələrində də tətbiq olunacaq. Hazırda isə 5 ölkədə Asan xidmət modeli əsasında mərkəzlər fəaliyyət göstərir. Asan xidmət fəaliyyəti Sizin agentlik dövlət xidmətləri sahəsinin inkişafına vaxtında və sistemli şəkildə başlayan ilk qurumlardan biri olaraq, bugün öz təcrübəsini dünyanın 20-dən artıq ölkəsində nümayəndəliklər vasitəsilə geniş şəkildə yayan, nüfuzlu və innovativ təşkilat kimi tanınır. Özbəkistan üçün də Asan xidmət, əhalinin dövlət xidmətlərinə əlçatanlığının artırılması, səmərəlilik və innovativ yanaşma baxımından qabaqcıl nümunədir. İndoneziya Asan xidməti vətəndaş yönümlü inteqrasiya olunan xidmətlərin təqdim olunması üçün əsas meyar kimi istifadə edir. Biz həmçinin qürur hissi ilə bildiririk ki, dövlət xidməti, mərkəzi və iştirakçı idarəetmə modelləri kimi təşəbbüslərimiz hər tərəfli dövlət sektor islahatı üçün birgə yolumuzu zənginləşdirib. Asan xidmət könüllülük hərəkatı üçün də mühüm bir məktəb hesab olunur. Mərkəzə indiyədək 44 mindən çox könüllü gənc qoşulub. 3400-dən çox könüllü Asan kadr portalı vasitəsilə işlə təmin olunub. Rüsalə Məmmədzadə, Fəzail Kamalov, Rüstəm Abdullayev, Elnari Həsənova, ASTV xəbər.